Hər kəsə salam. Musiqi nəzəriyyəsi fənnindən dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz olacaq dominant quintet akord və onun səsdən qurulması. Qeyd edək ki, keçən dəfə dərsimizdə sizə demişdim ki, dominant septakordun, yəni D7 kimi yazılırdı. 3 dönməsi var. Dominant quintet akord, dominant terç kvart akord, dominant sekund akord. İndi bugünkü dərsimiz dominant quintet akord və onun səsdən qurulması olacaq. Gələn dərslərimizdə də arıcı olaraq terç kvart akord və sekund akordun qurulmasına baxacağıq. Təbii ki, səsdən qurulmada pianoda da göstərəcəm bunu. Öncəliklə quruluşuna baxaq. D65 kimi yazılır. Quruluşu isə, yəni interval tərkibi kiçik tersiya, böyük sekunda intervaldır. 7-ci pillədən qurulur. Tonik hissəsinə həll olunur. Bugün baxaq səsdən qurmasına, do səsindən necə quraq. Keçək pianoya baxaq. Birinci mən sizə bir dənə asan üsulu izah eləyəcəm. Sonra do səsindən qurmaya da baxacağıq təbii ki. Asan üsulumuz nədir? Biz dominant septakord qururuq. Dominant septakord 5-ci pillədən qurulur. 5-ci pilləmiz sol notudur. Sol notu. Sol notunu tapdıq buradan. İndi soldan dominant septakordu necə qururuq biz? Keçən dərsimizdə qurmuşuq. Bir pillə buraxırıq arada, keçirik buna. Bu bir pilləni buraxırıq, keçirik buna. Bu bir pilləni buraxırıq, keçirik. Deməli, burada qalmışdıq, buna keçirik. Bu dominant septakordun quruluşu idi ki, bunu bilirik. Bu bir pillə buraxmaqdakı zaten 3 səsli akordlarda da belə edirdi. Qaydamız budur. Bu dominant septakorddur. İndi bir dominant septakorddan necə edək ki, dominant quintet akord alınsın. Sizə bir şey deyim. Bu dominant septakordun başlanğıcıdır, elə deyil. 5-ci pillə. Əlimizi çəkirik buradan. 3 dənə qaldı pilləmiz. Bu pillələrin hər biri dominant septakord dönmələridir. Bax, bu dominant septakord, bu da onun dönmələridir. Nə mənada? Bunu keçən dəfə də dedim bunu, çox üstündə qalmadım ki, dönmələr üçün ayrıca dərsim olacaq zaten. Bu dönmənin dərsidir zaten. Baxın, bu dönmələr deyəndə necə? Bu pillə birinci dönməmiz olan, yəni bugünkü dərsimiz olan dominant quintet akorddur. Nə deməkdir? Bunun nə əlaqəsi var dominant quintet akordla? Dominant quintet akorda başlayanda, yəni dominant septakorda səslə quranda buradan başlayacağıq. Dominant terç kvart akorda quranda buradan başlayacağıq. Dominant sekund akordda da buradan başlayacağıq. Deməli, bunu qururuq, dominant septakord. Bunu çalanda bu dominant septakordu atırıq qabağa. Bu olacaq dominant quintet akord. Bildiniz, hələ bil ki, bu pilləni götürüb atırıq qabaqdakı pilləyə. Nə alınır? Bu dominant quintet akordun asan üsulla qurulmasıdır. Qurulması deyəndə ki, dominant septakorda əsasən qurulması. Bax, dominant septakordu pilləsini başa düşməyənlər üçün yenə deyim, götürdük. Dominant septakordun qurulmasını atdıq qabağa. Alındı dominant quintet akord. Dominant terç kvart akordda da bu belə qalacaq. Deməli, digər pilləni götürüb atacaq qabağa. Yəni, belə idi. Bunu atdıq qabağa. Buradan başladıq. İndi bunu da atacağıq. Buradan başlayacağıq dominant terç kvart akordda. O artıq gələcək dərsimizdir. İndi bizim əsas dərsimizə keçək ki, bu do notundan necə qurulur? Bu çox asan üsuldur. Loru dildə izah elədim. Yadınızda qalsın bu. Bəs do səsindən dominant quintet akord necə qururuq? Əsas dərsimiz də bundan ibarətdir. Sualda deyir ki, do səsindən dominant quintet akord qurur. Do'dan qursaq, fikirləşək ki, dominant quintet akord neçənci pillədən qurulur? Yəni, qaydada, dərsdə bizə neçənci pillədən qurulur demişdi. Mən bayaq sizə dedim ki, dərsə başlayanda dominant quintet akord 7-ci pillədən qurulur. 7-ci pilləmiz onda do notudur. Niyə? Çünki dominant septakordla keçəndə bizə deyirdi ki, do səsindən dominant septakord qur. Biz ona deyirdik ki, dominant septakord 5-ci pillədən qurulurdu, eləmi? 5-ci pillədən qurulursa, onda deməli bu bizə verilən do notu elə 5-ci pillədir. Burada da dominant quintet akord 7-ci pillədən qurulursa, bizə verilən do notu dominant quintet akordun 7-ci pilləsidir. Yəni, do hansısa tonallığın, hansısa qammanın 7-ci pilləsidir. Do 7-ci pilləsi isə avtomatik olaraq yanındakı not
birinci pillədir. Yəni re notu birinci pillə. Çünki 7 dənə pilləmiz var da bizim. Bu 7-ci axırıncıdırsa, bu deməli birinci olacaq da. Birinci pillədir. Onda re birinci pillədirsə, re major qamması olar deyərik də buna biz, hə? Re major, bir də re minor. Amma olmaz. Çünki bax re major qammasında fa diyez, do diyez işarələri var. Re majordan heç nə qura bilmərik biz. Olmaz ki, 8-də kod qurmaq alınmır. Amma re bemol majordan qura bilərik. Re bemol majorun deməli 5 işarəsi var idi. Si bemol, mi bemol, la bemol, re bemol, sol bemol. Bu işarələr var idi. Yəni buradan alınar. İndi doğrudan deyir qurun. Doğrudan quranda kiçik tersiya böyük sekunda quruluşudur. Kiçik tersiya neçə tondur? 1,5 ton. Doğrudan 1,5 ton. Doğrudan 1 ton düşür re'yə. Re'dən də yarım ton düşür mi bemolə. Yəni doğrudan mi bemolə. Artıq da ehtiyac yoxdur. Mən deyim re bemol buradan nə qədər pillədir. Elə deyim ki, doğrudan mi bemolə elə 1,5 ton, yəni 1 ton yarım. İndi qaldıq mi bemolda. Mi bemoldan kiçik tersiya qursaq 1,5 ton qursaq düşəcək sol bemolə. Bir də qaldıq sol bemolda. Sol bemoldan da ki böyük deməli sekunda qurmaq istəsək, böyük sekunda 1 tondur. Sol bemoldan da 1 ton düşür la bemolə. İndi necə olur? Do, mi bemol, sol bemol, la bemol. Belə olur. İndi biz bunu həll edək. Həll edəndə də ki la bemol, fa, re bemol, re bemol. Bu qədər. Bu re bemol major qammasında idi. İndi baxaq görə re bemol minor qammasında bəs necə olacaq? Burada da do bekar. Niyə? Çünki harmonik halda olmalıdır da. Biz nə demişdik indi? Dominant septakord da onun dönmələri də natural majora minorun harmonik majora minordan qurulur da. Bu qammalarda olur. Do bekar, mi bemol, sol bemol, la bemol. Həll edək. La bemol, fa bemol, re bemol, re bemol. Bax fa bemol əvvəllər demişdim mən sizə. Bu qara pillələr var ha. Qara pillələrin arasında fa bemol yoxdur. Fa bemolu mi kimi göstərir. Yəni fa'nın bəmləşmiş halı. Çünki fa'nın ortasında zaten qara pillə yoxdur ona görə. Bir daha təkrar edəcəm mən bunu. Re bemol major qammasında. Do, mi bemol, sol bemol, la bemol. Həll edək. La bemol, fa, re bemol, re bemol. Re bemol minor qammasında. Do bekar, mi bemol, sol bemol, la bemol. Həll edək. La bemol, fa bemol, re bemol, re bemol. Dərsimiz bu qədər. Ümid edirəm dərsi başa düşdünüz. Əgər dərsi və videonu bəyəndinizsə, onda kanalıma abunə olmağı, videoya like atmağı, bildirişləri açıq saxlamağı unutmayın. Gələn dərsimizdə də ki, digər dönmə olan dominant ters kvadrat kodunun səsdən qurulmasını izah edəcəm. Hələlik sağ olun.